Apendisit nədir və niyə təhlükəlidir? Bir çoxumuz apendisitin lazımsız bir orqan olduğunu düşünsək də, onun iltihablanması və partlaması həyatı təhlükə yarada bilər. Apendisit haqqında əsas faktlar: yerləşməsi. Apendisit yorğun bağırsağın başladığı və nazik bağırsağın bitdiyi yerdə yerləşən 5-10 sm uzunluğunda kisə şəkilli bir orqandır. İltihabın səbəbi: orqanda hər hansı bir infeksiya baş verdikdə ağ qan hüceyrələrinin sayı artır. Bu toxumaların böyüməsinə və tıxanmaya səbəb olur. Tıxanma həmçinin nəcis kütləsinin apendisitdə doğması nəticəsində də yarana bilər. Fəsadlar və təhlükələr. Selyoz maye. Tıxanma nəticəsində daxildə selikli maye toplanır və bu da dözülməz ağrılara yol açır. Partlama. Əgər iltihablanmış apendisit vaxtında çıxarılmazsa, o partlaya bilər. İnfeksiya yayılması. Partlama nəticəsində infeksiya bütün qarın boşluğuna yaranır. Həyati risk. Təcili tibbi müdaxilə edilməzsə, yayılan infeksiya insanın ölümünə səbəb ola bilər.